Salam dəyərli izləyicilər, növbəti süni intellekt aleti barədə məlumat verməyə çalışacağıq. Hal-hazırda ChatGPT proqramına daxil oluruq. Biz ChatGPT-dən bildiyiniz kimi gün ərzində 3 şəkil alırıq və ya 5 şəkilə qədər sizə şəkil göndərə bilir. Ancaq mən sizə ChatGPT-yə Canva-nı əlavə etməyi izah edəcəm və daha sonra siz onlarla bu yüzlərlə şəkil əldə edə bilərsiniz. Daxil oluruq bu bölməyə, iş xəttə. Plugins var, daxil oluruq bura. Burada gördüyünüz kimi çoxlu proqramlar var. Biz buradan Canva yazırıq. Canva yazırıq və Canva proqramını ChatGPT-yə əlavə edirik. Daha sonra icazə verəcəyik. Öz hesabımıza daxil olacağımızı verəcəyik. Okey, hazır oldu. Daha sonra qaydırıq ChatGPT-yə. Chat bölümünə daxil oluruq. Mənə gördüyünüz kimi bizə 4 şəkil verdi. Hər dəfə təxminən 3-4 şəkil verir. Hansısa biri xoşumuza gəlirsə, onun üzərinə daxil oluruq və Open in Canva edirik. Logomuzu əlavə edə bilərik və ya digər şəkillər. Gördüyünüz kimi tam sıfırdan 5-ə bir şəkil hazırlayıb. Bunlar hamısını dəyişmək olur. Gördüyünüz kimi yazını da, çantanı da, arxa fonu da, hər bir şey. Uğurlar olsun.